Еще один момент. Вы знаете, я попрошу вас присесть буквально на 2-3 минуточки. Для чего? Так как здесь пелось о семье. Спасибо большое, присаживайтесь. Присаживайтесь. Я беру это бремя звездеть один на сцене. Вот. Значит так. Так как вы действительно одна единая семья, семья дистрибьюторов, компания Vision International People Group, то и многие радости мы делим вместе. Мы делим вместе, как говорится. Раньше говорили так, что друг познается в беде. Но я вам могу точно сказать, он и в радости познается тоже в первую очередь. И есть у нас карьера, о которой я говорил, особо важные персоны и так далее. И на сегодняшний день есть люди, которые добились определенной квалификации, и мы хотим их здесь поздравить все вместе. Признание – это великая штука. И порой взрослые люди делают такие глупости, которые даже детям не снятся, но только ради того, чтобы получить признание. А у нас же нужно сделать только обыкновенную работу, чтобы получить свою квалификацию, карьеру, возможность дополнительного заработка, премиальных, бонусов. Ну и самое главное, это действительно признание. Я сейчас хочу пригласить сюда на сцену спонсора, того человека, который сейчас будет поздравлять своего дистрибьютора с получением этой квалификации. Давай, бегом. Добрый вечер. Я извиняюсь, я хотел бы все это сказать на азербайджанском языке, потому что на русском языке что-то мне не хорошо получается. Я очень извиняюсь. Akşamınız xeyir, hörmətli bugünkü gün iştirakçıları, hörmətli distribütorlar. Bizim bugünkü gündə məhsul haqqında gözəl məlumat verdilər, bu kampanya haqqında gözəl məlumat verdilər və bu kampaniyada o qədər gözəl şeylər var ki, bunlardan biri də bizim gördüyümüz işə görə bizim kampanya tərəfindən hər hansı bir mükafatla təqdim olunmağımız. Mən indi bura çıxmaqdan məqsədim, mən bir nəfəri təqdim etmək istəyirəm. Bu adam az bir vaxta gəlmənə baxmayaraq, belə deyək, Azərbaycanda belə adamların sayı çox azdır. Az bir vaxta çox böyük işlər görübdü. Cavan olmana baxmayaraq, o cavan oğlandı. Çox belə güləriz oğlandı, səmimi oğlandı. Ən gözəl xüsusiyyətlərindən biri dediyi söz verir, nə ki söz verir, onun vaxtını əməlləməyə bacaran adamdır. O özü ali təhsillidir, özü təhsil nazirinin işçisidir və təhsil nazirində işləməyinə baxmayaraq bizim kampaniyada fəaliyyət göstərir və qabağına çox böyük məqsədlər qoyur. Hal-hazırda böyük planları var, qabaqda avqust ayında, Milleniumda özünlə, tək özü yox, özünlə bir neçə nəfər orada iştirak eləmək arzusu var, məqsədi var və mən inanıram ki, o məqsədlərə pillə-pillə, yavaş-yavaş çatacaq. İndi isə mən istəyirəm o adamı təqdim edə, mən istəyirəm çox gürültülü alqışlarla biz onun bugünkü sevincinə şərik olaq. O kampaniya xüsusi əhəmiyyətli şəxsi Cingizdir. Çox sağ olun. İndi isə mən istəyərdim mikrofonu verək səbəbkarın özünə, özü bir neçə kəlmə desin. Axşamınız xeyir, həqiqətən mənim adım Cingizdir. Sizin hər birinizi bura gəlməyiniz münasibətilə, mənim sevincimə şərik olmanız münasibətilə təbrik edirəm. Və bu sevinci mənimlə bölüşdüyünüzə görə, tək mənim öz peydaşlarım yox, bütün bura dəvət olunanların hamısını xoş gəlmişsən deyirəm və siz lazımı vaxtda, lazımı yerdə olmağınızı qeyd eləmək istəyirəm. Mən bu kampaniyaya gəlməmişdən əvvəl çox yerlərdə işləmişəm. Aslan mənim qeyd elədiyi kimi, axırıncı iş yerim Təhsil Nazirliyi idi. Orada ekoloji mərkəz var, onun nümayəndələri burada iştirak edir. Mən həmin mərkəzin informasiya şöbəsində redaktor vəzifəsində çalışıram. Bu işimdə işləməyimə baxmayaraq, Vision kampaniyasına gəldiyim gündən